düşmüşdü ona görə. Hı? Keçən düşmüşdü yaya. Hə. Heç kim də gəlmədi. O səbəbdən gəlmədi. Şimdi önce də qaldı. Deməli belə. Başlayaq təqdimata. Data vizualizasiyası. Data vizualizasiyası nədir? Ondan başlayaq. Data vizualizasiyası ümumiyyətlə danışsaq, müəyyən bir data var. Müəyyən bir cədvəl formasında data var, ədədlərdən ibarət, rəqəmlərdən və sözlərdən ibarət bir datamız var. O datanın qrafik olaraq vizuallaşdırılması, qrafik olaraq və yaxud da ki, müxtəlif versiyaları, müxtəlif görünürlərlə vizuallaşdırılmasına biz data vizualizasiyası deyirik. Əsas məqsədimiz nədir? Əsas məqsədimiz datamızı, əlimizdə olan datanı, ədədlərdən ibarət olan datanı qarşıdakı insanlara çatdırmaq, qarşıdakı insana fikir vermək və yaxud da özümüz anlayıb bu data ilə başa düşə bilmək, datanı analiz edə bilmək. Bir müəyyən bir data varsa biz onun datanı başa düşməsək, onun üzərində bir iş görə bilmirik. Başa düşməyin ən yaxşı yollarından biri data vizualizasiyasıdır. Datanın ən yaxşı elementləri hansılardır? Hansı elementlərdən istifadə edirik? Vizual elementlərdən istifadə edirik, qrafiklərdən istifadə edirik, xəritlərdən istifadə edirik. Ondan sonra nə var? Dashboardlardan istifadə edirik. Dashboardda bir neçə qrafikin birləşməsi olan. Sən yaxşı görmüsən, keç bu tərəfə. Ya aydın deyilsən, şeydir. Çünki qabaqda şeydə var. Narahatımız. Hə, oraya keçə bilərsən. Əsas ideya da odur ki, bizim ədədi datamızı, nə deyir ona, kəmiyyət datasını bizim başa düşə biləcəyimiz, anlaya biləcəyimiz, ilk görüşdə anlaya biləcəyimiz dataya çevirən bir sistemdir. Niyə bu qədər önəmli data science? Bunu baxaq. Dediyimiz kimi, data science-in içərisində müəyyən datalar var. Data cədvəlləri var, table'lar var, falan var, filan var. Biz bunlara baxıb bir şey başa düşməyə çalışırıq. Biz anlamağa çalışırıq ki, bu nədir, nə deyil deyə. Dataya baxanda sən ədədlər var, çoxlu ədədlər var, siyahılar var, sən atıram. Məsələn, bir ayaqqabının son 5 ildə satışı, məsələn. Son 5 ildə bir ayaqqabının satışı. Bir ayaqqabının son 5 ildəki hər aya görə satışı falan baxanda çoxlu datalar var. 5 il ərzində neçə ay var? 5 dəfə 12, 60 ay var. 60 aya görə sən hər ay olan qiymətlərə baxsan 60 dənə fərqli data var. 60 dənə fərqli datanı baxanda bir başdan can başa düşə bilmirsən, söhbət nədir bu? Artışı mı var, azalma var falan, bunu başa düşə anlaya bilmirsən. Sən buradakı məsələn datanın içərisində patternləri və yaxud da ki, müəyyən trendləri, korrelyasiyaları və yaxud da outlier görmək üçün data vizualizasiyasından istifadə edə bilərsən. Yəni bunlar outlier haqqında danışmamışıq da hələ ki, danışacağıq. İrəlidə korrelyasiya haqqında danışacağıq. Trend nədir? Trend datanın gedişatıdır. Bu artışa mı gedir, azalışa mı gedir? Yəni bu hansı istiqamətdədir? Bunun trendi nə yöndədir? Bunu anlamaq üçün istifadə edirik. Pattern isə müəyyən bir gedişatdır ki, azalıb artırmı, artıb azalmır. Məsələn, datanın patterni nə tər ola bilər? Tutaq ki, ayaqqabı sandaletdir. Sandaletin qiymət şeyi necə olacaq? Yəni, və yaxud da satışı. Ay, soğuk. Yayda satışlar artır, qışda azalır. O səbəbdən qiymət də məsələn, yayda artır, qışda azalır. Bu formada bir şey var. Nədir onun adı? Pattern var. Məsələn, bu patterni falan hardan görə bilərsən? Təxmin eləyə bilərsən. Təxmini bu şəkildə eləyə bilərsən. Ayaqqabının o sandalet olduğunu bilməsən, onun ayaqqabı olduğunu bilməsən, o zaman patternə falan baxaraq başa düşə bilərsən ki, bu ayaqqabı yayda daha çox satılır falan. Bu formada datanın dağılımını, strukturunu başa düşə bilərsən. Və eyni zamanda datanın dağılımını, strukturu dedim, bunu biz data modelləmədən əvvəl strukturunu başa düşməliyik ki, nə deyil. Onda yenə vizualizasiya ilə başa düşə bilirik ki, data bu strukturda, bu formadadır. Ona görə işimizi görə bilirik. Mən data vizualization data analitikada lazımdır da, düzdür? 100%. Data analitika ən önəmli işlərdən biri data vizualizasiyasıdır. Keçdik ikinciyə. İkinci model diaqnostikası və evaluation. Yəni bu nədir? Bu bizim süni intelekt modelini qurandan sonra qurduğumuz modeli analiz etmək üçün, aldığımız nəticəyə əsasən onu daha yaxşı improve eləmək üçün istifadə edirik vizualizasiyanı. Yəni bu nədir? Biz modeli qururuq. Modeli qurandan sonra biz modelin müəyyən dəyərləri var. Müəyyən dəyərləri alır ki,
bu modelimiz bizə nə nəticə verir? Məsələn, modelimiz bizə yaxşı keyfiyyətli nəticə verirsə, ona da bir bir xüsusi dəyərlər var. O dəyərlərə əsasən baxıb deyə bilir. O dəyərlərdə biz birbaşa görüb bir şey deyə bilmirik. Atıram, sənə dəyər verir ki, nə bilim 7.7, 8.3 falan filan və yaxud da ki, atıram random ədədlər deyirəm. Bu ədədləri verir sənə. Sən bu ədədlərə baxıb bir şey deyə bilmirsən. Amma sən bu ədədləri vizuallaşdırsan, artıq sənə bir şey deyə bilir ki, okey, tamam budur. Və yaxud da ki, bir məsələ var. O deep learning-in daha çox məsələsi ki, məsələn, bir yerdən sonra sən datanı train edirsən, bir yerə train edən sonra artıq o data sənə çox belə səhv nəticələr verir. Sən həddən artıq train edirsən, həddən artıq train edirsən datanı. O sənə səhv nəticə verməyə başlayır bir ildən sonra. Sən datanı atıram 10.000 dəfə train edirsən, sənə hər dəfə yaxşı nəticə verəcək. Bir yerə qədər təbii ki, bir modeli bir yerə qədər 5 dəfə öyrətməklə 10 dəfə öyrətməyin arasında fərq var. 10 dəfə öyrətmək daha yaxşıdır təbii ki. Amma 10.000 dəfə öyrətmək o daha pis nəticə verir. Çünki bir yerdən sonra artıq baş gedir. Baş gedir vəziyyətinə deyə bilərik. Mənim yoldaşım özü machine learning-lə məşğul olurdu. Başa salırdı ki, deyir bir train datası var, bir də var özünün ondan sonra test datası. Test datası. Deyir ki, bəzən olur AI-ya o qədər train datasını əzbərləyir ki, test datası ilə düzgün işləyə bilmir. Ancaq train datasında əla nəticə verir, test datasında vermir. Çünki əzbərləmiş olur. Bəli. Ona overfitting halı dedik. O isə hamısını irəlidə keçəcək. Əsas o modelləməni keçəndə. Bu hissədə qalırsa, ondan sonra nə qaldı? Errorları başa düşmək üçün istifadə edirik. Modeli daha yaxşı improve eləmək üçün, daha yaxşı inkişaf etdirmək üçün istifadə edirik. Communication və storytelling üçün istifadə olunur. Siz bir işə gələndə, hansısa bir şirkətdə işləyəndə və yaxud da ki, hansısa bir insan qarşına çıxanda, qarşınızdakı insanların hamısı datanı, nə bilim, table'ları falan başa düşən insanlar deyil. Sən baxıb bir dataya bir şey başa düşə bilərsən, bir modelə baxıb, ədədlərə baxıb və yaxud da ki, hər hansısa müəyyən statistikalara baxıb data haqqında bir fikir əldə edə bilirsən. Məsələn, sən bir data var, data cədvəlin var. Bu cədvələ baxıb, cədvəlin içərisindəki müəyyən dəyərlərə əsasən, məsələn, mod, min, median və s. digər dəyərlər, statistiki dəyərlərə baxıb deyə bilərsən ki, okey, bu data budur. Amma sən qarşındakı insan, əgər o insan bu sahə ilə əlaqəli bir deyilsə, statistikadan baş çıxmışsa və yaxud da ki, table'larla işləmirsə, o insana sən müəyyən dataları izah etməlisən. O dataları necə izah edirsən, o zaman sən yeni vizualizasiyadan istifadə etməlisən. Siz fikir vermiş olarsınız müəyyən şirkətlərin toplantılarında, nə bilim, müəyyən şirkətlərin nə deyir ona? İnvestor toplantılarında, investorların qarşısında bir çıxış edəndə və yaxud da ki, sən öz şirkətin məhsulunu satmaq istəyəndə, səndən daha çox qrafik istəyirlər, daha çox səndən istəyirlər ki, müəyyən dataların qrafiklə, vizuallaşdırılmış forması. Sənə deyirlər ki, məsələn, sən mənə göstər ki, bu məhsulu nə qədər satıb və yaxud nə qədər satma ehtimalı var, nə qədər bazar araşdırması eləmirsən, bazar araşdırmasının nəticələri nələrdir falan. Bunların hamısını vizual olaraq nə qədər yaxşı göstərsən, o qədər yaxşı da verir. Qarşıdakı insana, okey, anlayış verir. Bunda bir neçə səbəbi var. Okay, decision making qərar vermə mexanizmini sürətləndirir. Sən datalara baxaraq, deyim ki, table'lara baxaraq bir qərar vermə ehtimalın daha zəifdir, daha yavaşdır. Nəinki baxıb, okey, burada bu pattern var, burada bu şey var deyib insanın qərar vermə şeyində sürətləndirir. Table'dakı rəqəmləri mən özüm belə baxdım. Biri qrafik idi, biri orada rəqəmlər idi. Rəqəmlərə baxıram, onları müqayisə etmək özü də vaxt aparır beyində. Başa düşmək çox çətindir. Eynən. İndi başqa nümunələr verəcəm. Məsələn, bizim beynimizdən deyək də, beynimiz daha yaxşıdır görüntüləri işləmək daha sürətli işləyə bilir, daha yaxşı anlaya bilir. Bunların beynimizin ən çox yaxşı reaksiya verdiyi şeylər rənglərdir, formalar, fiqurlardır, ölçülərdir və yaxud da ki, atıram 3 bucaq, 4 bucaq yumru falan, bunlara daha yaxşı reaksiya verir, daha yaxşı anlaya bilir. Rənglərə bölə bilirik. Sonra hansı yerdədir, hansı daha böyükdür, hansı daha kiçikdir, hansı daha öndədir falan da bunlara baxıb beynimiz daha yaxşı qavrayıb, daha yaxşı anlayış göstərə bilir. Bunlara görə biz dizaynımızı dizayn qurarkən, bir vizualizasiya qurarkən onlara diqqət etməliyik. Qarşıdakı insan bunu başa düşə biləcəkmi, başa düşə bilməyəcəkmi? Çox qarışıq şeylərə yol verməməliyik, qarışıq vizuallara. Və yaxud da ki, bu ağıllı bir şəkildə biz dizayn etməliyik bir vizual qurarkən. Onu random şəkildə dizayn etsə, qarşıdakı insanlar nə düzgün fikir verə istəyir, nə də ki, elədiyimiz şeyin bir mənası ola istəyir.
okey. Bu şeyləri əgər doğru şəkildə birləşdirsək, yaxşı bir vizualizasiya qurmuş olarıq. Rənglərə diqqət eləsək, fiqurlara diqqət eləsək, ondan sonra düzgün şəkildə ölçüləməyə, bölgülərə, bunlara önəmli şəkildə diqqət eləsək, yaxşı şəkildə vizuallar göstərə bilərik. Bir də Anscombe kvartet problemi var. Bir də siz bu şeyə oxuya bilirsiniz bu ədədləri. Məsələn 4 dənə datasetimiz var. Dataset 1, 2, 3 və 4. X oxumuz var, Y oxumuz var. Və dəyərlərinə baxın bir dənə. 10-dur. Məsələn bunun X-nə 10-dur, 8-dir, 13-dür, 9-dur, 11-dir. 10-dur, 8-dir, 13-dür, 9-dur, 11-dir. 14-dür, 14-dür, 6-dır, 6-dır, 4 falan filan. Sonra 8-dir, bu 9-dur, 6-dır, 8-dir falan. O belə baxa bilərsiniz, hamısına baxa bilərsiniz. Baxsaz görərsiniz ki, burada ən çox 14-dür, ən az da nə bilim 4 falandır da. 14-4 arasında belə gəzən bir şey var. Nədir ona da? Bir aralıq var. Məsələn, ən aşağı yuxarı baxsam bütün datalar eyni görünür. Bunların ortalamaları falan aşağı yuxarı eynidir. Bunların ortalamaları da eynidir. Bunların 19 var bir dənə. Necə? 19 var. 19. Hə, 19 da var. Yox, 19 da var. Düz 19 X-də məsələn 19 da var. Mən gözümə dəyməmişdi, amma ya aşağı yuxarı bu civarda, bu aralıqda falan gəzən bir datasetlər şey var. Yəni sən ilk baxışdan dataya baxsan, indi bu data 2 tipi datadır. Burada çox az sample var. 1 2 3 4 5 6 7 8 9 10 11. 11 dənə sample var. 11 sample yerinə sən 111 dənə sample olsa, 111 sample'ın hamısı bir baxmaq çətin məsələdir. Baxıb başa düşməyəsən, amma ilk baxışdan baxsan deyirsən ki, okey, bu aşağı yuxarı eyni datadır. Yəni burada çox belə fərq yoxdur. Amma biz bunu vizuallaşdırsaq nə nəticə alırıq? Aşağıdakı vizuallara baxın. Yəni bu vizualların arasında sizə nə qədər şey var. Eynilik var. Və bunlar bu datasetlərin vizualları. Yəni fərqli bir datasetin vizualı deyil. Eyni datasetin fərqli 4 dənə vizualıdır. Və aralarındakı fərqlərə baxın. Aralarındakı pattern fərqlərinə baxın. Aralarındakı gedişatlara baxın. Və dəqiqdir. Bunlar heç bir şey deyil, fake deyil. İstəsəz özünüzə vizuallaşdırıb baxa bilərsiniz. Buna biz Anscombe kvartet deyirik. Anscombe dörtlüsü yaxud demək olar. Bu dörtlüdə nə olur? Dörtlü bir-birinə çox bənzər datasetlər verilir, 4 dənə dataset. Amma 4 dənə dataset bir-birinə nə qədər çox bənzəsə də qrafikləri çox fərqlidir. Qrafikləri bizə çox fərqli nəticə verir və bu yenə də vizuallaşdırmanın nə qədər önəmli olduğunu, vizuallaşdırmanın nə qədər fərq yaratdığını göstərən bir nümunədir. Getdik ən geniş yayılmış data vizualizasiya növləri. Ən geniş yayılmışlardan bəhs edib, onların harda istifadə edildiyindən bəhs edəcəyik. Ən geniş yayılmışlardan başlayaq. Bar chart. Bar chart daha çox diskret dəyərləri bölüşdürmək üçün, diskret kateqoriyaları bölüşdürmək üçün istifadə olunur. Onların aralarında boşluqlar olan barlar, yəni belə xəttlər nə deyir buna? Sütunlar, sütunlar formasında. Düzdür, bar qraf deyirik bizdə. İngiliscəsində bar chart olaraq adlandırılır. Bu formada satışları, nə bilim regionlara görə satışları, bölgə və yaxud da ki müəyyən tarixə görə satışları falan analiz eləmək üçün istifadə olunur. Ondan sonra nə var? Line chart var, xətti chart var. Bu da daha çox continuous dəyərləri bölünmək üçün. Continuous aralıqları birləşdirir. Məsələn, burada kəsikləri var. Niyə diskret dəyərləri daha yaxşı analiz edə bilir. Məsələn, deyirəm ki, 3, 5, 7 falan burada ədəd verə bilərəm və yaxud da ki, hansısa bir bölgə verə bilərəm və yaxud da hansısa bir kateqoriya verə bilərəm. O kateqoriyalara bölüşdürüb istifadə edə bilərəm. Burada line chartdır. Line chartda aralıq var. Bu aralıqların içərisi doludur. O aralıqların içərisini doldurmaq üçün də şeyini istifadə edə bilərəm. Line chartdan istifadə edə bilərəm. Line chartın bu özəlliyi daha yaxşıdır. Diskretin daha yaxşıdır. Nədir bu? Müəyyən bir zaman aralığının dəyişimləri istifadə etmək, dəyişimləri görmək üçün, dəyişimləri, stock price change, məsələn, stock qiymətlərinin dəyişimini aylara görə, temperatur dəyişimini, temperatur dəyişimini analiz etmək üçün istifadə olunur line chartlar. Scatter plot. Scatter plot nöqtəli qrafikdir. Nöqtəli qrafikdə iki dəyər arasındakı nədir onda? İki dəyər arasındakı iki numerik dəyər arasındakı fərqi göstərmək üçün istifadə olunur. Daha çox. Və klasterlərdə korrelyasiyanı tapmaq üçün, klasterlərə bölmək üçün, müəyyən klaster dedim mi? Klaster nədir? Məsələn, müəyyən bir qruplar var. O qrupların datalarını analiz etmək üçün nöqtə bölmədən istifadə olunur. Ondan sonra nə var? Outlier tapmaq üçün, yəni kənarlaşmaları tapmaq üçün müəyyən datasetim var. Datamı
scatter plot kimi verirəm. Scatter plot üçün nöqtələr var. Müəyyən nöqtələr var ki, o datanın həddən artıq uzaqlaşıb. Onları təyin etməsində istifadə oluna bilər. Bubble chart var. Bubble chart daha çox 3D chart olaraq da deyə bilərik. Burada üçüncü dəyəri var. X var, Y var. Bir də üçüncü bir dəyər var. Üçüncü dəyərdə bunun ölçüsünü təyin edir. Adi scatter plotdur. Eyni scatter plot kimidir. Sadəcə sənin üçüncü dəyərin nə qədər böyüksə, bunun ölçüsü də o qədər böyük olur. Sənin Z dəyərin var, X, Y var, Z var. O Z nə qədər böyüksə, bunu onun ölçüsünü ona görə ayarlayır, daha da böyük olur. Bu şəkildə bubble chartdan istifadə olunur. Keçdik histogramlara. Histogramlar da falan məktəbdən falan bildiyimiz histogramdır. Bu daha çox dağılımı, distributionu göstərmək üçün istifadə etdiyimiz diaqramdır. Daha çox tək numerik dəyərləri müəyyən binlər arasında, müəyyən bir parçalar kimi bölüşdürüb dağılımı göstərmək olur. Box plotlar var. Box plot outlierləri tapmaq üçün istifadə etdiyimiz yenə bir dəyərdir. Outlier haqqında bəhs edəcəm. Outlier qısaca desəm odur ki, kənarlaşmalardır. Yəni tutaq ki, sizə belə deyim, məktəbdəki uşaqların boy ölçüsünü falan ölçürük. Ortalama necə santim çıxarsınız? 1.60-dan 70 arası. 1.60-1.70. Kimsə 1.90 boyu var, oca. Eynən. Outlier. Eynən, tamamilə doğrudur. Əgər bir nəfərin boyu 1.90-dırsa və yaxud da 1.95 falan bu civardadırsa, o zaman o şəxsə biz deyirik ki, okey, bu outlier bir kənarlaşmadır. Və yaxud da ki, bir nəfərin boyu, nə bilim, 1.20-dirsə falansa, o zaman yenə deyirik ki, o da alt kənarlaşmadır. Bu da kənarlaşmalara sayırıq. Məsələn, onu statistikada falan çıxardıq ki, yox, bu insan ortalamanı pozur, ortalamaya çox təsir edir. O zaman o adamı saymırıq statistikada. Bunun kimi bir şeylər. Bunun kimi halları detekt etmək üçün box plotlardan istifadə olunur. Məsələn, box plota fikir versən, çox asanlıqla görmək olur. Məsələn, burada bu var. Ortaya yığılıbda, məsələn, yuxarı tərəfdə onlar və ya aşağı tərəfdə onlar artıq o outlier sayılır bu qrafikdə. Pie chart. Pie chart da çox vaxt məktəbdən falan bildiyimiz chartdır. Bu qrafik üzərində kateqoriyalara bölünür, faiz formasında daha çox ifadə olunan bir qrafik növüdür. 5-dən daha az kateqoriya olanda daha yaxşı olur. 5-dən artıq olanda amma aralarındakı fərqləri analiz etmək çətin olur. O zaman daha fərqli diaqramlara istifadə etmək daha yaxşıdır. Hamısı bir-birinə oxşayacaq. Baxanda seçə bilmirsən. Sən hansının böyük, hansının kiçik olduğunu detekt etməyəsən, artıq beyin analiz edilməyəcək. Tam yerinə verdiyinə cədvəl formasından versən eyni şəkildə olasıdır. Yəni o sənə daha çox məlumat verər, nəinki belə rəngli, göz yorucu bir şey formasına versən. Stack bar chart var. Bu daha yaxşı növdür. Burada nə edirsən? Burada müəyyən zamana görə müəyyən kateqoriyanın dəyişimini analiz edə bilirsən. Müəyyən kateqoriyaların dəyişimini, məsələn, ölçüyə görə də verə bilərsən və yaxud da ki, hər hansısa bir məlumatları fərqli məhsullara görə də verə bilərsən. Okey, tamam. Bura qədər sual. Bunların hansısa bir növünə aid falan. Okey, tamam. Orada ən axırıncısında yumruların böyük olanların adı nə oldu? Bubble chart. Bubble chart. Bubble chart ümumiyyətlə nədə istifadə olunur? Yəni scatter plotu başa düşdüm, nədə istifadə olunur? Bubble chartın özü nədə istifadə olunur? Bubble chart daha çox 3 dəyəri olan elementli datalarda, məsələn, 3 hissəsi olan nümunə qoyacağam buradan GDP, life expectancy, population. Okay, tamam. Life expectancy. Bu nədir? Sənin həyatdan gözləntin. Bu daha çox ölkələrə görə dəyişən bir statistikadır. Ölkələrdə məsələn life expectancy bir neçə kateqoriyaya görə dəyişir. Sənin nəyin ola bilər məsələn? Ortalama məsələn ümumdaxili gəlir, UDM. Ondan sonra başqa nə var? Öz evin varmı? Öz evin varmı? Yox, bu şey mənasında. Ümumi ölkə statistikasını görürük. Məsələn, ölkənin UDM-i var, ölkənin adı var, ölkənin başqa nəyi var? Başqa hansı dəyərinə görə? Okey, əhali sayı deyək, tamam. Əhali sayına görə bu 3 dəyəri götürdük. Bu 3 dəyərinə görə sən life expectancy-ni təxmin etməyə çalışdın. O zaman məsələn 3 dəyəri götürüb vizuallaşdırsan, bubble chart'a versən, o zaman sənə istədiyin nəticəni verəcək. Atıram, sənə bubble chart'ın daha böyük olanlar deyirsən ki, hakikaten amma bu ölkənin vətəndaşları daha yaxşı life expectancy var. Amma digərlərindən deyirsən ki, daha kiçik deyirsən ki, yox, bunun life expectancy daha az falan. Bunun kimi bir fikir verəsi bir şeydir qrafikdə. Buna başqa digər şeylər də var. 3D qrafiklər də var. O 3D qrafiklərin özləri fərqli qrafiklər. Yəni burada bəhs etdiyimiz ən əsaslarıdır, amma digər burada bəhs etmədiyim tonlarla qrafiklər var ki,
çox faydalıdır, çox yeri gəlində çox yaxşı istifadə olunur. Tamam. Keçdik effektiv data vizualizasiyası. Effektiv data vizualizasiyasının əsasları və dəqiqlik və aydınlıq. Dəqiqlikdən başlayaq. Datanı dəqiq göstərmək lazımdır. Biz bir data vizualizasiya edəndə bu önəmli hissələrə diqqət etməliyik. İlk başda distortion, yəni necə deyim, yanlış bölünməni qarşısını almalıyıq. Məsələn, bir nümunədə deyək. Məsələn, bu nümunəyə baxın. 100-dür, 70-dir, 60-dır falandır filan. Bu bölünməyə baxın. Çox belə bölünmə var. Yersiz bölünmə. Amma məsələn, bu sağ tərəfdəki bölünməyə baxın. 100, 80, 60, 40, 20, 0. Bu çox düz. Çox düz formada bölünmüş olmalıdır. Və yaxud da ki, burada məsələn olsa 0, 20, məsələn, 0, 100, nə bilim, 200, 200, 300, 400, 1000-ə qədər yesə, bu yaxşı olar sizə? Yox, oradan da dəqiq seçə bilməyəcək. Eynən. Çünki burada məsələn nədir bu? 80-ə qədər gedir burada. Məsələn, maksimum 80-dir burada. Məsələn, mayaya 80 qiymətini dəyişir. 80-ə qədər qalxır. Sən 80-ni görmək istəsən, gərək 100-ün altına baxsan. Ən belə burada görəsən, elə bilirsən. Bütün qrafikin hamısı burada yığılmış olasıdır. Buradan yığılmış olan qrafik də sənə heç bir məlumat rəsm edir. Heç bir şey başlayırsan. Onun yerinə məsələn 0-100 arasında bölünməyi çox idealdır məsələn bu qrafik üçün. Sonra appropriate scales, okey. Doğru scaling istifadə etmək lazımdır. Bu nədir? Xətti scaling ola bilər və ya da ki, müəyyən qanuna uyğunluqlar olmalıdır. Yəni ya loqaritmik olmalıdır, ya xətti olmalıdır ki, daha yaxşı olsun. Niyə? Loqaritmik, yəni loqaritmik artan bir qrafik. Məsələn, belə deyim, ədədləri scale edəndə, ölçəkləndirəndə. Scaling-i irəli keçəcək, scaling haqqında bəhs eləyəcək. Mən də danışıram, amma bəzi mənə irəli keçir, deyir, heç bir şeyin üstündən keçib gedir. İrəli keçəcək, onun vəziyyətinə dönəm. Həqiqətən irəli keçəcək scaling məsələsində. Scaling odur ki, sən bir dataseti götürsən, datasetin dəyərlərini müəyyən bir aralığa sıxışdırırsan və yaxud da məsələn 1 və 0 arasında sıxışdırırsan və yaxud da ki, müəyyən bir kiçik bir aralığa sıxışdırırsan. Məsələn 1 olur maksimum, atıram, sənin maksimum 1000-dirsə, 1000-ni deyəsən 1 olsun. Minimum nədir? Minimum da olsun, nə bilim, -200, -200-ün olur 0 məsələn. 1 və 0 arasında bütün dəyərlərini sıxışdırırsan. Maksimum 1000-dir, o da 0-dır və o aralıqda sıxışdırırsan və o aralıqda sıxışdırdığın müəyyən algoritm var, müəyyən düstur var. O düstura əsasən sənə verir, scaling eləyir ədədləri, o aralıqda sıxışdırır. Bir və loqaritmik olsun, bir və xətti olsun. Xətti də eləyə bilir, loqaritmik də eləyə bilir. Bunların biri olmalı. Bunların birinə uyğun scaling gəlməsin. Digər scaling növləri bilmirəm. Amma sən yanlış bir scaling edəsən, yanlış formada scaling edəsən, artıq sənin nəticəndə yanlış vermə ehtimalı da çoxdur. Yəni sən dataya baxanda artırmı, azalırmı, bu gedişat nə yerdədir, onu başa düşə bilmirsən. Bu da sənə çox təsir edir. Sənin datanın keyfiyyətinə və verdiyi informasiyaya çox təsir edir. Məsələn, başqa nə qaldı? Ensure data integrity, yəni datanın dəqiqliyinə də əmin olmaq lazımdır ki, data bütövlüyünə, data necə bütövdür, necə doğrudur. Məsələn, datanın hamısını vizualizasiya etmək lazımdır. Sənə lazımlı yerin hamısını vizualizasiya etməlisən. Çünki datanın haqqında fikir əldə etmək istəyirsənsə, sənə tam data lazımdır. Sonra gedək clear labeling. Daha dəqiq, daha aydın labelləmək lazımdır. Labelləmək nədir? Label müəyyən adlandırmaqdır. Müəyyən adlar, müəyyən hissələr verməkdir. Məsələn, ilk başda title hissəsini verə bilərik. Məsələn, bu hissəyə, baş hissəyə, burada göstərdiyim hissəyə title yaza bilərik. Məsələn, qrafikimiz nə olsun? Məsələn, ayaqqabının aylar ərzində qiymət dəyişimi. Ayaqqabının, məsələn, nə olub? Əvvəl 45 manat, 50 manat civarında olub. Sonra qalxıb 60 manat civarına yaxınlaşıb. Sonra nə bilim 65, nə bilim 70, bu da 85 falan. Bu civarda falan qiymət dəyişib. Buna biz ayaqqabı deyək. Məsələn, ayaqqabının qiymət artımı falan deyə bir ad verə bilərik, title verə bilərik. Və yaxud da ki, qiymət dəyişimi. Bu formada bir şey deyə bilərik. Access. Label clear with units. Bu nədir? Bu access x-la y oxdur. Burada məsələn ox şəkli hazırlamışam deyə, yəni o səbəbdən belə oxlar falan əziyyəti burada. Burada məsələn ox olmalıdır. X oxu, bu y oxu, bu da x oxu. Bunlar aydın olmalıdır. Məsələn, burada alt hissələr, unitlər, dəyərlər hamısı aydın formada göstərilməlidir. Məsələn, burada 0-dan 100-ə qədər hamısı dəqiq göstərilibdir. Burada yanvar, fevral, mart, aprel, may bunlar da dəqiq göstərilibdir. Bunlar dəqiq olmalıdır. X və y doğru şəkildə bildirilməlidir. Ondan sonra legend. Legend nədir? Legend sənin datanın
datanın vizualın haqqında məlumatlardır. Məsələn, sən pie chart versən, pie chartda hansı rəng nəyi bildirir? Hansı rəng nəyi bildirir? Hansı rəng nəyə aiddir? Onu göstərmək üçün biz legenddən istifadə edirik. Burada və yaxud da ki, hansı dəyər nəyə aiddir? Onu da göstərmək üçün legenddən istifadə edə bilirik. Bir də şey var, nədir? Annotations. Annotationsda nəyin nə olduğunu falan haqqında göstərə bilərsən. Atıram, sənin datanda bir şey var, nədir onun adı? Outlier var. O outlier-in nöqtəsini qoyub üzərinə işarələyib deyə bilərsən ki, ox qoya bilərsən ki, bu budur. Məsələn, altına yaza bilərsən. Annotasiya bir məlumatda bir qeyd kimi yaza bilərsən. Elə bir hissədir. Okay, Visual Maximus Data Ink Ratio bu datanı daha yaxşı göstərmək lazımdır vizualizasiyada, vizualların içərisində. Bunda nə etmək lazımdır? Daha lazımsız elementlər çıxarmaq lazımdır. Ən çox lazımlı elementlər kökləmək lazımdır. Bunda məsələn 3D qrafiklərini falan kənara atmaq lazımdır. Məsələn burada şəkillər olsa 3D formada bu biraz şey eləyir. Beyni mənfi təsir edir. Çünki bu 3D qrafikin bizə heç bir fikir bildirəsi bir şey yoxdur. Çünki üçüncü bir şey yoxdur burada. Üçüncü dəyişən olsa məsələn 3D qrafiklər o zaman əhəmiyyət daşıyır. Amma üçüncü dəyişən yoxdur. Sadəcə ikinci dəyişəndir. Sadəcə bu qəşəng görünsün deyə edilmiş addımdır, amma çox qəşəng görünmür və eyni zamanda da belə şey yaradır. Data informasiyasında belə əlavə informasiya verir, yersiz informasiya verir. Bu da heç xoş hal deyil. 3D effektlər və bir də yersiz background da məsələn, background rəngi məsələn fərqli olsa, fərqli bir rəng olsa, fərqli bir tündlük olsa falan olsa, bu göz yorsa, bu da yenə mənfi effekt yaradır. Sonra dizayn və storytelling məsələsi var ki, bunlar çox önəmlidir. Əsas 4 hissəyə baxaq. Hər bir qrafik üçün, hər bir vizualizasiya üçün daha doğrusu doğru qrafik seçmək lazımdır. Az öncə bəhs elədim, hansı qrafiklər hansı yerlərdə daha çox istifadə olunur, hansı hissəyə daha yaxşıdır, hansı continuous dəyərlər üçün yaxşıdır, hansı discrete dəyərlər üçün yaxşıdır, hansı section üçün daha yaxşıdır. Bəzilərini bəhs eləmişəm, bəzilərini internetdə özünüz araşdırıb tapa bilərsiniz. Məsələn, chat-GPT-dən falan soruşa bilərsiniz. Məsələn, mənim belə bir datam var. Bu datam üçün hansı vizuallar daha yaxşı olar? Falan data setinin falan bir hissəsini verib o şəkildə soruşa bilərsən. Öyrənmək şeyinizi daha çox sürətləndirəcək. Strategic use of color. Yəni rəngləri daha strategik olaraq istifadə etmək lazımdır. Random rənglər seçib daha qəşəng görünür, o da qəşəng görünür. Mən qırmızı xoşduram, mən bənövşəyi xoşduram, mən ağ xoşduram. O səbəbdən belə olsun deyə şey eləməyin. Strategik olaraq istifadə etmək lazımdır. Məsələn, rəng körü insanlara düşünmək lazımdır. Məsələn, niyə düşünmək lazımdır? Çünki bir çox insan rəng kör olduğunun da fərqində deyil. Qarşıdakı insana sən bir şey göstərmək istəyirsən, izah eləməyə çalışırsan, amma qarşıdakı insan başa düşmür. Sən elə bil ki, eyni rəngdə hamısı, amma o da səhvdir. O səbəbdən onunla nəzərə alaraq, məsələn, o şeyləri nəzərə alaraq qarşıdakı insanlara daha effektiv, daha yaxşı şəkildə göstərmək lazımdır. Hətta bu şey də ola bilər. Hansısa bir insanın qarşısına çıxış edirsiniz, nədir ona da bir nə deyim ona? Məhsulunu satmağa çalışırsınız. Qarşıdakı insan da məsələn rəng kör olsa, yəni qrafik kariyası. Yəni o da. Hə? Atam kimi. Hə, yəni də və şey də azımsanmayacaq qədər çox insan o insanlar sayı. Şey deyirlər. Çox elə böyük problemi bir şey deyil, amma ki şeydir, nədir ona da qarşıdakı insanlara şey yaradır. Paltar falan axtar. Mən rəngli paltarım vardı mənim. Bütün evi sökürsən, tapmırsan, sən demə başqa rəng deyildi. Amma görmür deyəndə başa düşmür. Ay sağ olur. Yəni bunu görməmək lazımdır və təkrar fərqli rənglərdən istifadə etməkdə göz yoruculuğa səbəb olur. Məsələn, eyni rəngin fərqli tonları istifadə etmək daha yaxşıdır. Məsələn, burada daha simple, daha belə az məlumatdan daha çox data vermək lazımdır və ağ boşluqlardan istifadə etmək lazımdır. Boşluqlara falan da fikir verin. Boşluqlar nə qədər çox olsa, o qədər də yaxşı belə fərah bir şey mühit yaradır. Bir strukturuna da bir hekayə danışmaq lazımdır. Bir hekayə qarşıdakı insana bir gedişat vermək lazımdır. Bu necə olur, bu data haradan gəlir, hara gedir, necə olur, nə baş verir. Bunları da bir storytelling vasitəsindən bir çatdırmaq lazımdır ki, bu niyə belə oldu? Məsələn, rənglərin seçimi belə çox önəmlidir storytellingdən. Məsələn, nümunə dashboardlara baxın. Birinci dashboarda baxın necə nə qədər çox data verir. 79% nəyəsə göstəricidir. 79% məsələn 5% artım var, 5.7% artım var əvvəlki aya nisbətən. Ora baxın. KPI trendi var, artışda da aylara görə. Yanvar, fevral, mart, aprel, may, dekabr var. KPI nəydi?
Key Performance Index belə bir şey olmalı. Hə. Key Performance Index belə bir şey olmalı. Driver bir məsələn sürücü 1, sürücü 2 var, statistikalar var, falan var, filan var. Görürsən necə aydın, necə səliqəli falan görünür. Amma ikinci qrafikə baxaq. Çoxlu data var, çoxlu şey var, hər şey var, bir-birinə qarışıqda. Məsələn, xətti qrafik var, nə bilim pie chart var, bar chart var, eyni zamanda xətti qrafik var və rənglərə baxan rənglərdə nə qədər çox rənglər var, falan var, filan var. Bu xoş görünən qrafik deyil, xoş görünən dashboard deyil. Baxanda yaşılla mavinin ortası o pie chart fason şey var. Yaşılla Bu? Yox, pie chart, yumru formasında da. Uzaqdan baxanda yaşılla mavinin ortası heç görünmür. Hardansa bitər. Eynən. Düzeysən. Hansı arada keçidləri bilinmir, rənglər çox bənzər olduğu üçün, yaxın olduğu üçün fərqləri seçmək olmur. Bunun kimi. Amma məsələn, eyni rəngin fərqli tonları olsa, onlar arasında keçidləri daha yaxşı anlamaq olur, qavramaq olur. Bu kimi fərqləri nəzərə yetirib daha az, daha necə deyim, daha çox məlumat verən, daha az qrafiklə daha çox məlumat verən bir dashboard, bir vizualizasiya qurmaq bizim üçün çox önəmlidir. Keçək növbəti hissəyə. Ən məşhur istifadə olunan vizualizasiya toolları, vizualizasiya alətləri və kitabxanaları hansılardır? Proqramlaşdırma ilə bağlı olanlar və bizim ən çox istifadə edəcəyimiz Python-dur. Python-ın alt başlıqlarında olan kitabxanalar da Matplotlib-dir, Seaborn-dur, ondan sonra Plotly-dir. Plotly daha çox web-based-dir. Bokeh var, Altair var. Bunları bilmirəm, istifadə eləməmişəm heç vaxt. R-ın daxilində R proqramlaşma dili var, Python-dan başqa. O da data science üçün istifadə olunur. R-ın alt başlığında isə ggplot var, ggplot2. Ondan sonra Lattice var, Plotly var. Plotly-nin şey inteqrasiyası, R-da olan inteqrasiyası var. Plotly-nin yanlış bilmirəmsə JavaScript-də da inteqrasiyası olmalıdır. Sonra Business Intelligence. Bu da çox məşhurdur, eşitmiş olarsınız. Bəlkə data analitika ilə məşğul olan insanların daha çox bildiyi məlumatlardır. İstifadə etdiyi daha çox alətlərdir bunlar. Tableau var. Mən istifadə eləmişəm. Bu istifadə elədim. Hə. Amma ki əslində asandır interfeysi falan, amma biraz bəzən baş açmaq çətin. Bir şey lazımdır bəs. Hə, yəni interfeys asandır, amma nəyin hardan gələcəyini, nəyə əlavə edəcəyini, nəyə çıxaracağını falan biraz şey eləyir. Əlavə bilgilər tələb eləyir. Amma məsələn Tableau'da Power BI-dir. Ən çox istifadə olunan Qlik və QlikSense-dir. Başqaları da var, başqa alətlər də var. Onlardan da istifadə edə bilərsiniz. Sonra başqa toollar var, başqa alətlər var. Onlar hansılardır? D3.js var. Bu da web-based bir vizuallaşdırma alətidir. Bunu web saytlara falan vizuallaşdırmaq üçün istifadə olunur. Vizuallaşdırmaya istifadə etmək üçün istifadə olunur. Excel var. Excel-də daha basic, digərlərinə nisbətən daha sadə vizuallar qurmaq olur, daha sadə bir şey yaratmaq olur, amma mümkündür burada da. Data vizualization prosesi ümumiyyətlə hansı mərhələdən ibarətdir? Bunlara baxaq. İlk başda bir hədəfi və kütləni təyin etmək lazımdır. Sonra datanı tapmaq lazımdır və datanı hazırlamaq lazımdır. Data vizualizasiya üçün tam hazır vəziyyətdə etmək lazımdır. Sonra doğru vizualizasiya tipini seçmək lazımdır. Ondan sonra nə etmək lazımdır? Sonra vizualizasiyonu yaratmaq lazımdır. Artıq yaradandan sonra ən asan hissəsi yaratmaq vizualizasiyanı. Yəni doğru tipi seçəndən sonra yaratmaq da. Şeydən çəkinməyin ha. Bir neçə vizualizasiya yaratmaqdan çəkinməyin. Bir datan varsa, dataya 10 dənə fərqli vizualizasiya yaradıb hansının daha yaxşı olduğunu orada qərar verə bilərsən. Yəni ondan sonra qərar verərsən. İlk başında demək ki, ayda mən qərar verəmədim falan, hansını qərar verim, ilk başında verim falan düşünmür. Hamısını yaradın. Hansını bəyənsəz, okey, bunlar yaxşıdır. Məsələn, onu götürüb dashboarda qoyub təqdimat üstündə elə hazırlaya bilərsiniz və yaxud da ki, özünüz üstündə baxanda anlamaq üçün də istifadə edə bilərsiniz. Sonra refine, iterate, yaratdığınızı daha yaxşı hala gətirin, daha yaxşı formaya salın, daha qəşəngləşdirin və daha yaxşı kontekstə əlavə edib narrativ əlavə edin, yəni hekayə əlavə edin. Orada bir background hekayəsi əlavə edin və yaxud da ki, rənglərlə bağlı bir şeylər əlavə etmək olar, rəngləri düzgün seçərək orada bir storytelling eləmək olar o hissədə və bu şəkildə. Background hekayəsini özün danışırsan, yoxsa orada yazılır? Yox, elə sən danışırsan, orada sən danışırsan, amma görsəllərdə falan bir şey vermək lazım ki, qrafiklərdə falan. O hekayəyə bir göndərmələr olsun, sən o hekayəni özün danışanda məsələn o göndərməni oradan tutsun və ya da sən özün göstərə bilirsən, məsələn falan şeydə gördüyünüz kimi falan şey bəhmə şey olmuşdur falan. Sən orada onu o şəkildə verə bilərsən. Məsələn nəyəsə bir aid bir nümunə versənsə, o nümunəyə aid qrafik olanda artıq
izləyicinin göz qarşısında daha yaxşı canlanır, daha yaxşı başa düşə bilir ki, okey, burada söhbət nədən gedir, burada bunun dediyi şey nədir, nəyi izah edir, onu daha yaxşı başa düşür izləyici, dinləyici. Ən geniş yayılmış problemlər ki, bunları biz əncələməliyik, bunları şey eləməliyik, qarşılamalıyıq bu vizualizasiya prosesində. Yanlış chart tipindən istifadə edəndə, məsələn, burada ən geniş yayılmış pie chartı, məsələn, çoxlu kateqoriyalı atam 100 kateqoriya və ya 10 kateqoriya, 50 kateqoriya var. Bunun üçün pie chart istifadə etmək yaxşı yol deyil. Ondan sonra xətti chart diskret şey üçün, nədir? Diskret dəyərlər üçün istifadə edəndə xətti chart nədir o? Bu yaxşı nəticə vermir. Çünki dəyərlər olur, nöqtə olur, aranda nə qədər xəttlər olur falan, boş xəttlər olur. O da heç yaxşı nəticə vermir. Ondan sonra başqa nə var? Misleading visuals. Vizualların çox yaxşı olmayan vizuallar. Məsələn, 3D vizuallar var. 3D vizuallar falan çox yaxşı deyil. Normaldan yaxşı görünməyən. Disordered perspectives perspektivi yaxşı olmayan, yəni dağılmış perspektivi olan datalar, perspektiv dediğim şey mənasında belə necə deyim sizə, yenə 3D mənasında gedir də, yəni görünüşü yaxşı olmayan, yaxşı durumda olmayan, yaxşı vəziyyətdə olmayan. Atıram burada görürsünüz 3D 3D payda. Məsələn bunun qrafikində məsələn şey var, 3D əyrilik var falan. Sən burada tam olaraq daha çətin seçə bilirsən. Sonra daha çox data, daha çox rənglər və çox lazımsız elementlər. Bu da yaxşı hal deyil. Ignoring audience. Qarşıdakı insanın daha həddən artıq yükləmək məsələsi də var ki, bunu qarşılamalıyıq. Qarşıdakı insanın sən başa düşüb düşmədiyini bilmirsənsə, sən yəni bu mövzuna aid, yəni data science olsun və ya da ki, izah edildiyi şeyləri başa düşdüyünü bilmirsənsə, onları həddən artıq dataya yükləməyin də mənası yoxdur. Həddən artıq data, məsələn, burada bir mövzu nümunə göstərim. Məsələn, burada KPI trend falan var, o var, bu var, driver var, driver 2 var, falan var. Bunları əgər o qarşıdakı insan bilmirsə, onlara onu göstərməyə də mənası yoxdur. Qarşıdakı insanın biləcəyi şeyləri, dəyərləri onlara göstərib, onlara izah etmək lazım ki, okey, bu insan bunu bilirsə, bu insan üçün o dəyər lazımdır. Lazım deyilsə, əgər o insan başa düşəcəyi, o insanın lazım olan, sən necə deyim, investora sən gəlir göstər, xərc göstər. İnvestora sən aldığın məhsulların, nə bilim, hansısa bir başqa dəyərini göstərmə. Hansısa bir dəyərini göstərsən də başa düşməyəcəksə, şey deyil. O insan lazımdır. Amma sən məsələn o məhsulun qırılma faizini göstərsən, deyir ki, okey, tamamdır. Bu qırılma faizi azdırsa, demək ki, mən buna yatırım edə bilərəm. Məsələn, bu onun marağını cəlb edə bilər. Amma hansısa bir spesifik texniki bir göstərici göstərsəniz, o texniki göstəricinin qarşıdakı insan başa düşməyə bilər ki, o texniki göstərici nədir? Bunlar nəzərə almaq lazımdır. Qarşıdakı kütləni başa düşmək lazımdır. Poor labeling and context. Bu da yaxşı labellama olmayanda random şəkildə ad yazın, title yazın, hərf yazın, rəqəm yazın və yaxud da ki şeylərə x, y, x-lərə səhv adlar yazın. Bu da yaxşı nəticə vermir. Və yaxud da ki şey legendlərə səhv yazsın, o da yaxşı nəticə vermir. Dirək qalır ha. Neçə dəqiqə qalıb? 20 dəqiqə, все, polnu. Az qalıb. Yəni bitirmək üzrə. Pis rəng kesimləri, okey. Bunların bəhs edirik rəng kodlarına görə. Correlation və causation problemləri var ki, okey. Bəzi məsələ var ki, data correlation göstərə bilər data setimiz, yəni vizuallar correlation. Amma causation səbəbindən correlation və causation biz də keçmişdik yoxsa yox? Correlation matrisi qurmuşduq. Causation bilsin nədir? Causation bir səbəb nəticə əlaqəsi ki, o səbəb nəticə əlaqəsindən görə biz korrelyasiya varmı, yoxmu, onu biz anlaya bilmirik. Korrelyasiya keçmişik biz. Mən keçən il yayda. Yox, keçən il, okey, tamam. Korrelyasiya nədir? Korrelyasiya odur ki, sənin iki datan var, iki data arasında bir əlaqə qurursan, məntiq əlaqəsi qurmağa çalışırsan ki, okey, bunlar arasında şey var. Maşınla eləmişdi. Motorun ölçüsü. Eynən. Amma məsələn, verdiyim ən çox nümunə correlation causation-a aid ən yaxşı nümunə şey nümunəsidir. Günəş dondurma. Günəş istindən, günəş olanda, nə olanda? Günəşdə havalı olanda dondurma satışı artır. Eyni zamanda gün vurmadan həkimə gedən insanlar arasında şey olur. Nədir ona da? Artış olur. Okay? İndi siz deyə bilərsiniz ki, gün vurma ilə satış arasında əlaqə var. Yox. Amma gün vurma sayı artanda satış da artır. Dondurma satışı artır. Amma əlaqəsi yoxdur. Əlaqəsi yoxdur. İkisinin də əlaqəsi günəşləndir. Demək ki, bu korrelyasiyadır. Aralarında korrelyasiya
məntiqi bir heç asıllıq yoxdur, amma bir arada asıllıq var. Heç bir məntiqə dayanmır. Çirkçiniz asılılıq var. Cəz asıllıq var. Amma günəşin isinməklə şeyin arasında insanların gün vurmasının sayının artmasının arasında asılılığı var. Bunlar causation asılılığı var. Yəni bu məntiq asılılığı var. Çünki günəş çıxdıqca sonra insanları yandırır, insanları gün vurur, gün vurduqca şey olur, yəni xəstəxanalar olur. Və yaxud da ki, insanlar gün vurur, isinirlər, isindiyi üçün dondurma gedir ki, sərinləsinlər. Bu arasında məntiq əlaqəsi var. Bu məntiq əlaqəsi causationdur, amma məntiqsiz əlaqə olmağı bir-birindən məntiqsiz əlaqə olsun korrelyasiya. Burada məsələn bəzi causation məsələləri şey yarada bilir. Problem yarada bilir vizualizasiyalarda. Sən düşünürsən ki, orada korrelyasiya var, amma arada korrelyasiya yoxdur, causation var. Bunun kimi şeylər var. Nədir o adı? Bunun kimi məsələləri bizim vizualları yaxşı göstərmək olmur. Gələcək trendlər, gələcəkdə demin hal-hazırda mən bayaq sizə göstərdiyim nümunələrdən də görə bilərsiniz ki, artıq hansı səviyyəyə gəlibdir AI. Artıq özü belə başa düşə bilir, hansı vizuallar yarada bilir. Mən bayaq göstərdiyim video vardı. O videoda birisi göstərdim ki, fizika haqqında veb-sayt yaradır. Fizika bir prompt verir, bir promptdan veb-sayt yaradır. Həmin o videonun bir hissəsindən sonra artıq vizuallarla falan da işləyir. Vizualları artıq başa düşə biləcək səviyyədə AI-lər var. Vizualı özü yaradır. Öz yaratdığı vizuala belə nəyin nə olduğunu başa düşə bilir. Mən dedim, düzgün vizual seçmək lazımdır, o eləmək lazımdır, bu eləmək lazımdır. Artıq bunları eləmək bir tərəfində ehtiyac yoxdur, çünki hamısını AI eləyə bilir. Rəng seçimindən tutmuş, labellamadan tutmuş, hər şeyə qədər hamısını eləyə bilir. Mən belə deyim, son 2 ildir falan son 2 il yox, harca son belə deyim, 3 ildir, 3-4 ildir falan mən bu sahədəyim də. 3-4 ilin son 2 ilində mən istifadə eləmirəm. Yəni vizualları falan düzgün şəkildə istifadə etmirəm. Çünki hamısını AI ilə etdirirəm. Yazıram AI-yə, hamısı mənə hazır formada çıxarıb verir. Özüm sıfırdan yazmıram demək olar. O da mənim vaxtımı çox rahatlaşdırır, vaxtımı çox qısaldır. Data vizualizasiya ən önəmli şeylər nədir? Evaluation models, gizli paternləri ortaya çıxarmaq üçün istifadə olunur. Ən geniş yayılmış növləri, növlər nə idi? Okay. Daha çətin dataları daha yaxşı anlamaq üçün ən yaxşı yoldur. Belə deyə bilərəm. Doğru şey seçmək, doğru chartı, doğru qrafik seçmək, doğru qərara vermək, doğru rəng seçim eləmək, bunların hamısı çox önəmlidir bu şeydə. Və bunu eləmək üçün çox toollarımız var əlimizdə ki, bu toolları istifadə edib qəşəng vizuallar qura bilərik. Suallarınız? İşlədikcə çıxacaq suallar. İşlədikcə çıxacaq. Sizə task vermirəm, amma növbət dərsə verirəm tasklar. Növbət dərsə qədər sizə qalan taskları həll edib gətirərsiniz. Suallarınız yoxdursa bitirək bu gün dərsi. Mən də şey eləməliyim.